İyulun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətində 1-ci Türkoloji Qurultay 100 ilin elmi və mədəni irsi mövzusunda beynəlxalq konqres çərçivəsində türkoloji sənətşünaslıq mövzusunda diskussiya paneli keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli 1-ci Türkoloji Qurultayın 100 illiyini həsr olunmuş Türk Dünyası həftəsinin açılış mərasiminin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Akademik qeyd edib ki, nüfuzlu Türk elmi mərkəzlərindən gələn rəhbər nümayəndələrinin iştirakı ilə reallaşan bu tədbirdə 6 qardaş ölkədən rəhbər şəxslər təmsil olunub. Eləcə də rəngarəng birgə bədii musiqi proqramı geniş tamaşaçı auditoriyasına təqdim edilib. Eyni zamanda açılış mərasimindən sonra seksiyalar üzrə davam edən iclaslarda rəsmi nümayəndələrin tanınmış türkoloq alimlərinin məruzələrində olduqca maraqlı mövzulara toxunulub. Türkologiyanın gələcək inkişaf perspektivləri və bu istiqamətdə təşəbbüslər irəli sürülüb. Beynəlxalq konqresdə ümumilikdə 300-dən çox nümayəndənin iştirak etdiyini diqqətə çatdıran AMEA rəhbəri bu möhtəşəm tədbirin gələcək beynəlxalq əməkdaşlıqlar üçün yeni və geniş imkanlar açdığını vurğulayıb. Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtekin Salamzadə rəhbərlik etdiyi elmi müəssisədə aparılan türkoloji tədqiqatlardan danışıb. Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə 2014-cü ildə Astanada təşkil olunan Türk Sənəti Antologiyası layihəsində Azərbaycanın geniş şəkildə təmsil olunduğunu deyən Ərtekin Salamzadə institutun əməkdaşlarının bu işdə fəal iştirak etdiyini bildirib. Həmçinin Türk dövlətləri başçılarının Bişkekdə 11-ci zirvə görüşündə qəbul edilmiş qərarlara əsasən hazırda tərtib olunan çox cildlik Türk xalqlarının mədəniyyət tarixi kitabının 2-ci cildi üçün də institut mütəxəssisləri tərəfindən Azərbaycanın şəhərsalma, memarlıq, təsviri incəsənət, musiqi və kino tarixinə aid xüsusi bölmələrin işləndiyini diqqətə çatdırıb. Azərbaycan irsinin Türk dünyasında təbliği istiqamətində beynəlxalq əlaqələrin mühüm rol oynadığını vurğulayan institut rəhbəri türkoloji tədqiqatların genişləndirilməsi çərçivəsində Özbəkistanın Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu, həmçinin Qazaxıstanın köçəri mədəniyyətini araşdıran qurumları ilə birgə elmi layihələrin uğurla icra olunduğunu bildirib. Sonda institutun Türkiyənin Aydın Adnan Menderes Universiteti ilə uzunmüddətli tərəfdaşlığına toxunan institutun direktoru bu əlaqələrin beynəlxalq simpoziumlarda mütəmadi təmsilçiliklə xarakterizə olunduğunu bildirib. Tədbir işini bir sıra məruzəçilərin çıxışları ilə davam edib. Leyli Namik qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.